Fevralın 17-si Azərbaycan şairi, qəzəlxan və meyxanaçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əlağa Vahidin doğum günüdür. Oxu.az xatırladır ki, Əlağa Məmmədquluoğlu İskəndərov, Əlağa Vahid 1895-ci ildə Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı Məcmə-ü Şüara ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Tamahın Nəticəsi adlı ilk kitabı nəşr olunub. Vahid, Molla Nəsrəddin jurnalı ilə əməkdaşlıq edib. Gəlmişəm məclisə mən könlünüzü şad eləyim. Nə ki bihudə yerə nalə və fəryad eləyim. Kimsə yox sakit otursun, qulaq assın sözümə. Qalmışam matümətdə, kimə irad eləyim?